Bax, siz deyirsiniz ki, dünyanı izah etmək üçün ilahi müdaxilə tələb olunmur, çünki elm təbiət hadisələri üçün izahat verir. Yaxşı, o zaman baxaq, elmin verdiyi izahatlar hansı şəkildə verilir və ümumiyyətlə elmin verdiyi izahatları obyektivdirmi? Obyektiv dedikdə nə başa düşürük? Obyektiv dəyişilməz bir anlama deyilir. Subyektiv əksinə dəyişilən bir anlamdır, düzdürmü? Və gəlin görək, ibtidai icma quruluşundan bəri mövcud olan bütün elmlər ümumiyyətlə obyektiv şəkildə inkişaf edib, yoxsa subyektiv? Dəyişilib, yoxsa dəyişilməyib? Məsələn, orta əsrlərdə alimlər iddia sürürlərdi ki, yer kürəsi boşqabvari müstəvi şəklindədir, düzdürmü? Müəyyən dövrdən sonra artıq deməyə başladılar ki, yox, bu boşqabvari müstəvi deyil, kürə şəklindədir. Ondan sonraki mərhələlərdə deməyə başladılar ki, ellipsvari kürə şəklindədir. Gördüyünüz kimi, hətta yaşadığımız planetin hansı şəkildə olmasını belə nəzərə alanda biz görürük ki, xeyli sayda dəyişikliyi var elmin özündə. İndi gəlin dinin irəli sürdüyü tezislər. İbtidai icma quruluşundan bəri həmin tezislər dəyişilirmi? Təhrifə qalmaları, bəli, mümkündür. Bir çox tezislər təhriflərə qala bilər. Amma o tezislərin kökünə getdikdə, kökünü araşdırdıqda və bütün dinlərə məxsusdur bu cəhət. İstər Bhagavad Gita, istər Buddizm, istər Zen Buddizm, istər Daosizm, istər Lamanizm, Bhagavad Gita və s. kimi dinlərin kökünə gedəndə, İslamın kökünə gedəndə, Xristianlığın kökünə gedəndə, İudaizmin kökünə gedəndə, hətta okeanın o biri tayında yaşayan Atseklərin, Maya hindularının kökləri, dinlərinin, inanclarının kökünə gedəndə biz görürük ki, bütün məlumatlar identikdir. Hətta bununla bağlı Leopold Pospešil kimi alimlərin məsələn kitablarını oxumağı mən sizə tövsiyə edərdim. Biz görürük ki, o məlumatlar həm identikdir, yəni eynidir, həm də dəyişilməz olaraq qalır. Sadəcə olaraq bəzi məqamlar təhrifə uğrayır, amma ümumən kök eyni qalır. Baxın, indi siz deyirsiniz ki, dünyanı izah etmək üçün Allah müdaxiləsi lazım deyil. Yəni ki, səmavi kitablara ehtiyacı yoxdur. Çünki elm hamısını izah edir. Amma elm dəyişilir, dəyişkənliyə məruz qalır və bugün aksioma kimi hesab olunan bəzi məsələlər sabah artıq öz qüvvəsini itirmiş olur. Necə ki, Darwin nəzəriyyəsi bir ara aksioma kimi qəbul olunurdu. Artıq Darwinizmin tərkibinə nəzər yetirdikdə biz görürük ki, o tərkibin böyük hissəsi artıq öz qüvvəsini itirib. Çünki müasir elmin tələblərinə cavab vermir. Və bilmirik 100 ildən sonra necə olacaq. Və gəlin baxaq 200 il öncə necə olub. Biz görürük ki, elm mütəmadi olaraq dəyişkənliklə bağlı məlumatları irəli sürür və ümumiyyətlə subyektiv şəkildə inkişaf edir. Amma dinin inkişafına, indiki dindən, qədimdəki dinin köklərinə gedəndə biz görürük ki, həmin məlumatlar identikdir və obyektivdir, yəni dəyişilməzdir. Axirət, bu dünya, bərzaq, bu dəyişilməzdir. Allah, yaradan, yaranış, ortada bir proses getdi. Bu dəyişilməzdir. Məsələn, 50 il bundan öncə böyük partlayış nəzəriyyəsi geniş inkişaf etmədiyi dövrdə ümumiyyətlə elm başqa cür düşünürdü. Amma dinlərin irəli sürdüyü müddalar əsrlər boyu, minilliklər boyu dəyişilməzdir. Ona görə də sizin bu tezisinizdə şəxsən mən özüm öz subyektiv düşüncəmə görə narazıyam. İndi bilmirəm nə dərəcədə izah eləyə bilirəm, yoxsa yox.